Fəzilətli şeyx, bir nəfər soruşur ki, ölülərin ruhları günümüzdə bəzi insanlar arasında yayıldığı kimi yuxuda dirilərin ruhları ilə görüşürlərmi? Allah daha yaxşı bilir. Bərzəx aləmi və ölülərin halları yalnız ona məlumdur. Şübhəsiz ölü şəxsin ruhu ölümündən sonra bərzəxdə olur. Canlı şəxsdə yuxuya getdikdə kiçik ölümü yaşayır və ruhu ayrılır. Beləliklə, ölülərin ruhları ilə görüşə bilər. Bu iki ruh arasında bir qədər qarşılıqlı anlaşma və tövsiyə baş verə bilər. Bu, bilinən və müşahidə olunmuş bir haldır. Bəzi alimlər bunu Allahın bu ayəsindən götürürlər. Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxudaykən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Onlar deyirlər ki, bu, yuxuda dirilərin ruhları ilə ölülərin ruhlarının görüşməsinə aiddir.